Kahramanlar içinde neçe kahraman var. Deyir, utanmayandan sonra oynamağa ne ver? Bu da gayet iyi bozuk değil. Şerefsiz. Ki özünde bu tavşırıp şimdi kimese pul verirler de yoksa kim ne verir vilayet iyi bozuk götürsün böyle reklam eləsin qəhrəmanlar içində. Özü də İlham Əliyevdən sonra mən təəccüb elədim. Nə yaxşı İlham Əliyev buna yol verir ki, sən qəhrəmanlar içində o mahnı mənim üçün oxunursa, sən kimsən hə, mənim mahnımla sən özünü şey eləyirsən. Yəni, bu da geyinib ki, raskız kəsdirdiyi yerdə falan zat bir uşaq qucağına götürür və irgənə, mehriban Əliyev kimi. Cavanşirdir, Babəkdir, Vilayət Eyvazovdur, Əlin Ağayevdir. İlham Əliyevdir, Azərbaycan oğlanlarıdır. Vay, başınıza daş düşsün sizin, ey, belə oğullar. Oğul olan, yəni idarə edən, əlində ölkəsi, bandası olan bu boyda insan öz ölkəsində imkan verməz ki, kimsə az olsun, qədələr. Lincoln sözü yadınızdadır. Amerikanın prezidenti 5 mərtəbəli evdən çıxırsan, maşından, böyle balaca bir alaçıqdır, balaca bir evdir, oradan bir yesir çıxır belə. Sən də bunun yanından yuxarıdan aşağı buna baxa-baxa gedirsən, bu ac sənin də buxağınla yanla yağ damır. Deyir, kasıb ölkənin varlı vətəndaşı olmaq ayıbdır. Varlı ölkənin kasıb vətəndaşı olmaq 2 qat ayıbdır. Ay qədələr. Kişi sosiala göz dikməz. Sosial o deməkdir ki, yəni insanın hər yerdən əli üzülüb, ümidi qalıb ancaq sosiala. Yəni vallahi burada mən təsəvvür edeyim, burada bir adını göndərirsən, səndən ötürü o qədər yerdən zəng eləyib maraqlanırlar ki, birdən yəni bu adam işləmir, eləmir, işdən çıxardıblar və yaxud da bu sosial olmalıdır. Adı adam üçün, biz də bilir ki, burada ən aşağısı bir adamın arxasında heç olmasa bir 3-4 min evində ehtiyat pulu olur. Yenə narahat olurlar.